Salam qızlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Qızlar, bilmirəm bu sevinc molda olmusunuz ya yox. Getdik sevinc mola biz 2 dənə dondurma aldıq. Bəyəndim, elə molun özündə bəyəndim. Qara evdə yerləşir. Və dondurma aldıq beləcə. Bəyəndim, çiyələkli idi. Yayda meyvəli daha yaxşı gedir. Amma çox uydu deyə, yəni sona qədər yeyə bilmədim. Əslində təzə mol sayılır, elə ona görə də maraq üçün gəldik. Və ayaqqabı mağazası var idi, ona da gəldik, baxdıq. Sakit yerdi, ona görə daha çox bəyəndim, yəni elə çoxluq yoxdur. Həm də dizaynı o qədər gözəl idi, stullar. Adi liftlə düşəndə belə, liftin üzərindəki o çiçəklər falan çox gözəl təsir elədi mənə. Bu çiçəkləri deyirəm. Çox qəşəng abu havası var idi. Belə gözləmirdim. Elə bilirdim ki, ancaq Gəncik moldu, gözəl park bulvardı. Neysə qızlar, sabahsı günü isə getdim universitetə. Çünki bizim məzun günümüz olacaq və dedilər ki, məzun günü üçün qeydiyyatdan keçmək lazımdır. Və mən də getdim, qeydiyyatdan keçdim. Mailimizə göndərməli idilər, dəvətnamə kimi. Gələn ay olmalıdır, hava isti olacaq, heç bilmirəm nə geyinəcəm. Yəqin don geyinərəm. Hava isti olacaq deyə, çünki məzun geyimi də qollu olur, hava buraxmır və gəldim ki, nə qədər adam var sırada və nəhayət keçdim qeydiyyatdan və qayıdıram. Xala Türkiyəyə gedir deyə getdim, saçını ukladqa elədim. İndi düşürəm metroya ki, xalagilə yolanım. Ukladqa elədim, mənim ukladqamı çox sevir. Hardansa öyrənməmişəm, amma yəni özümə evdə anagilə filan eləyəndə xalagilə bəyənirdi. Gəldim ki, ana da qəşəng spagetti eləyib, əllərinə sağlıq, çox qəşəng sosla. Sos da adi pomidor, sarımsaq, biber, yağda belə. Və qızlar, onun da sabahsı günü getdik, belə bir cipslər falan aldıq marketdən. Bunları 3 dəfə sınayırdım, dadını bəyəndim və bir neçə dənə bu şokoladdan götürdüm ki, dadına baxım, bəyənsəm daha çox alım. Və budur, kassada aldıq. Beləcə, gəldik parka bacımla. Dadını çox bəyəndim, bu göy soğanlı idi. Sağda olan da dadlı idi, sadəcə mən öz aldığımı bəyəndim. Belə baxanda az görsənir, amma o qədər doyunculdu ki, təsəvvür eləyin, son 2-3-ünü ümumiyyətcə daha yeyə bilmədim. Və belə qızlar, uşaqlar üçün qəşəng attraksiyonlar, sürüşkənlər filan var və burada maşınları parkinq eləmək üçün yerdir. Yəqin ki, olmusunuz burada, belə uşaqlar üçün vikinglərdir. Maşınlardır. Bacı uşaqları dərsə qoyurdu. Bacının ikiz qızları var, 5 yaşında. Onları qoydu məktəbə və biz də gəldik. Onlar çıxana qədər 1-2 saat gəzdik və getdik uşaqları dərsdən götürməyə, bacının uşaqlarını. Hava da qəşəngdir, biraz külək idi, amma yenə də yaxşı idi. Qızlar, bu parkda da belə katerlər var. Əvvəl 5-6 manat idi. Amma indi yanında heç kim yox idi deyə soruşa bilmədim dəqiq qiymətini. Daha sonra qızlar, bu qarğalar bizdə o cipsini görəndən sonra inanırsınız, az qala üstümüzə hücum çəkirdilər, təsəvvür eləyin. Yuxarıdan şığıyırlar aşağı, arxamızda gəlirlər. Axırı onlar da qovdular. Beləcə qəşəng gəzdik, hava aldıq. Çox xoşlayıram belə çığırları, səssizliyi. Belə qəşəng yaxşılıqdır buralar. Olan olub bu parkda. Bəyənirsiniz bu parkı. Parkın yuxarı hissəsində isə belə skuterlər var.
Qızlar, növbəti gün isə biz Xətai Sənət Mərkəzində tədbir var idi. Qərbi Azərbaycanın Yemək İnciləri adlı tədbirdə iştirak elədik. Həmin gündə çox gözəl keçdi. Tədbirin adına uyğun olaraq belə rəsmlər var idi. Və çox maraqlı bir gün oldu. Yeməklər və şirniyyatlar hazırlanmışdı qənnatçılar tərəfindən. Və sonra isə seçim oldu. Biraz musiqi çalındı, biraz himn oxundu və orada şirniyyatların dadına baxdıq. Çox dadlı təamları idi. Amma demək olar ki, Yusuflar deyir ki, bütün əl işləri gözəldir. Yəni, Fidos, mən bu barədə bir öz fikrinizi bildirim. İştirakçıların hazırladığı məhsullar verilmələr, şirniyyatlar və Qərbi Azərbaycan yeməyi. Və daha sonra seçimlər oldu, sertifikatlar verdilər. Sonra tədbir yekunlaşdı və çıxdıq. Daha sonra isə biraz Ağşəhərdə gəzdik, hava aldıq. Çox maraqlı gün oldu. Hava düzdür, küləkli idi. Amma yenə də çıxmağımıza dəydi. Videonun sonuna gəldik. Görüşənədək sağ olun.